Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Və salatu və salam alə seyyidina Muhammedin və alə və səhbə əcməin. Əmə bəd. Esselamu aleykum və rahmetullah və bərəkatuhu. Allah Resulü sallallahu aleyhi və səlləmi sevmək. Allah və Resulünün məhəbbəti itaat və əməllə qəbul olunur. De, əgər Allahı sevirsinizsə, mənə tabi olun ki, Allah da sizi sevsin. Ali İmran surəsi 31-ci ayə. Təfsirçi İbn Kəsir rahimehullah bu ayə haqqında belə demişdir. Bu ayədə Muhammedin sallallahu aleyhi və səlləm yolu ilə getməsə də Allahın sevdiyini iddia edilənin yalancı olmasına hökm edir və bütün söz əməllərində Peyğəmbərin sallallahu aleyhi və səlləmin dininə, Peyğəmbərin şəriətinə əməl etmədikcə Allahı sevmək iddiasında yalan olduğunu bildirir. İbn Teymiyyə rahimehullah demişdi: kim Allahı sevdiyini iddia edib, lakin Rəsulun gətirdiklərinə əməl etməzsə, yalan demiş olur. Çünki onun məhəbbəti təkcə Allaha aid deyil. Əgər o Allahı sevirsə, lakin Peyğəmbərin gətirdiyinə bağlı deyilsə, onun məhəbbəti şirk sevgidir. Çünki bu insan Peyğəmbərin gətirdiyi şeylərlə bağlı deyil, öz nəfsi və yahudilərin ehtiraslarına bağlıdır. Çünki Allahı sevməkdə səmimi olsaydılar, bu sevgi öz növbəsində insanı Allahı sevdiklərini iddia etsələr də, Allahın sevmədiklərini sevirlər. Buna görə də onlar Allaha olan sevgi iddiasında müşriklərin sevgisi kimidir. İbn Qayyim rahimehullah dedi: Allahı sevmək, Allaha ibadət etməyin haqqı və sirridir. Bu sevgi ancaq Allahın əmrlərində təslim olmaq və qadağalarından çəkinməklə əldə edilə bilər. Əgər kimsə Allahın əmrlərinə tabe olarsa, təslim olarsa və qadağalarından çəkinərsə, sevgi və bəndəlik Allah üçündür. Bu səbəbdən də Allah öz Peyğəmbərinə bağlanmağı bir nişanə və dəlil olaraq buyurmuşdur. De, əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin. Ali İmran surəsi 31-ci ayə. Allah-u Teala bu ayədə insanların ona olan məhəbbətinin əlaməti və onları sevməsinin şərt kimi Peyğəmbərə bağlılıq qeyd etmişdir. Məlum olduğu kimi, bir məsələdə nəzərdə tutulan şərt həyata keçməzsə o məsələ baş verməz. Bu səbəbdən də Rəsulun gətirdiyinə bağlı olmayanın Allah-u Teala'nı sevmədiyi anlaşılır. Çünki Rəsulun gətirdiyinə əməl etmədən Allah-u Teala sevgisini isbat etmək mümkün deyil. Peyğəmbərə bağlılıq yalnız Allah-u Teala'nı və Rəsulunu sevməklə, onların əmrlərinə tabe olmaqla mümkündür. Allah-u Teala ibadət etmək ancaq Allah-u Teala və Rəsulunu hər şeydən çox sevməklə və heç bir şeyi Allah-u Teala və Rəsuluna daha çox sevməməklə mümkündür. Əgər bir şey Allah-u Teala'dan və onun Rəsuluna daha çox sevilərsə, bu Allah-u Teala'nın heç vaxt bağışlamadığı şirkdir. Və Allah-u Teala belə bir insanı hidayət etməz. Necə ki, Uca Allah aşağıdakı ayədə buyurur: De, əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qəbilələriniz, əldə etdiyiniz mal-dövlət, durğunlaşacağından qorxduğunuz ticarət və bəyəndiyiniz evlər sizə Allahdan və onun elçisindən və onun yolunda cihaddan daha sevinirsə, Allahın əmri gələnə qədər gözləyin. Şübhəsiz ki, Allah həddi aşan insanları doğru yola yönəltməz. Ət-Tövbə surəsi 24-cü ayə. Kim bu ayədə qeyd olunanlardan hər hansı birinə itaət etməyi, Allah və onun Rəsuluna itaətdən və yaxud onlarda hər hansı birinin sözünü Allah və Rəsulunun sözündən, yaxud onlarda hər hansı birinin razılığını Allah və Rəsulunun razılığından üstün hesab edərsə, Allahdan qorxmaq, təvəkkül istəməkdən daha vacib hesab edərsə, Peyğəmbəri ona adı çəkilənlərdən daha sevimli deyildi. Əgər buna baxmayaraq, yenə də Allah-u Teala və Rəsulunun məhəbbətini onlara olan məhəbbətdən daha böyük olduğunu deyirsə, o şəxs sözlərində yalancıdır. Çünki o içində olduğu vəziyyətin əksini hərəkət etmişdir. Necə ki, kim ayədə qeyd olunan şeylərdən hər hansı birinin hökmünü Allah-u Teala və Rəsulunun hökmündən üstün hesab edərsə, o şeyləri Allah-u Teala və Rəsulundan daha çox sevməsi deməkdir. Mədaxrus Salihin 1-ci cild səhifə 99-100. Bu bəyanatlarda belə başa düşülür: bizim dövrümüzdə İslam şəriətini bir kənara qoyub, bəşəri qanunları tətbiq edənlərin Allah-u Teala və Rəsulunun sevdikləri iddiası açıq-aşkar yalandır. Onlar bu iddiaları
ancaq insanları aldatmaq üçün irəli sürürlər və satın aldıqları elmi layihələrdən bu məqsədlə istifadə edirlər. Bu səbəbdən də bu elmi layihələr insanlara Allahu Teala'nın qanunlarını bir kənara qoyub bəşəri qanunları tətbiq edən tağutların müsəlman olduqlarını və Allahu Teala'nı çox sevdiklərini izah edir. Həyatın hər sahəsində Allahu Teala'nın qanununu ləğv edən və əvəzində bəşəri qanunları tətbiq edən, bu qanunları üstün tutaraq onları Allahu Teala'nın şəriətindən üstün sayan idarəçilər necə ola bilər ki, Allahu Teala və Rəsulunu sevdiklərini iddia edə bilərlər? Belə bir iddia ilə çıxış edən insanlar ya İslamı bilmirlər, ya da İslamı əsla bilməyən insanları aldatmaq istəyirlər. Çünki bilsəydilər ki, cəmaət həqiqətən İslamdan xəbərdardır, heç vaxt belə gülünc bir iddia ilə sürməzlər. Lakin saxta alimlər vasitəsilə xalqın İslamdan xəbərsizliyindən istifadə edərək belə bir iddia irəli sürdülər və xalqı bunu inandırdılar. Lakin Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu: "Mən ona ailəsindən, malından, bütün insanlardan daha sevimli olmadıqca heç bir bəndənin imanı olmaz, yəni müsəlman olmaz." Başqa bir rəvayətdə belə demişdi: "Sizdən heç biriniz məni ona atasından, övladından və bütün insanlardan daha sevimli olmadıqca mömin olmaz, müsəlman olmaz." Yəni. Buxari Müslimin rəvayətidir. Daha əvvəl ifadə etdiyimiz kimi, iman ancaq Allahdan başqasına hər hansı bir ibadət etməklə, Allaha şərik qoşmaqla pozulur. Əbu Süleyman Əl-Xətabi rahimehullah bu hədisin şərhində belə demişdir. Hədisin mənası belədir: hətta sənin məhvin təhlükəsi qarşısında olsa belə, əgər itaətində tam səmimiyyət göstərməsən və mənim razılığımı öz şıltaqlıq və nəfsindən üstün tutmasan və məhəbbətində doğru danışmış salim olacaqsan. Bu alimin hadisəyə verdiyi mənaya diqqətlə düşünün. O zaman bizim dövrümüzdə müsəlman olduğunu iddia edənlərin vəziyyətinə baxın. O zaman görərsiniz ki, dinin həqiqəti ilə insanların vəziyyəti arasında nə qədər böyük məsafə var. Vəziyyət kifayət qədər ciddidir. Hər kəs diqqətli olsun. Namaz, oruc, zəkat kimi ibadətlər ancaq Allahu Teala üçün yerinə yetirən, ancaq həyatını başqa sahələrində tağuta qulluq edən şəxs heç vaxt şirkdən xilas olduğunu, müsəlman olduğunu, Allah və Resulü sallallahu aleyhi ve sellem şəfaətinə nail olacağını və Allahu Teala'dan xilas olacağını düşünməməlidir. Çünki vəziyyət onların düşdüyü kimi olmayacaq. Vəziyyət onların düşündüyü kimi olmayacaqdır. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu.